bizim o müvəqqəti evlənməyimiz ki var ha, bizim deyəndə əl-əvzubillah, ağzım əyilsin. Tövbə, tövbə. Şiənin ki o əqidəsində var ha, və Qur'anda da var ha, və hədislərimizdə də var ha, və İmam Sadiq əleyhissalam da deyir ha, hətta o qədər müqəddəs olasınız ki, heç bir dənə arvada ehtiyacınız olmaya, ömrünüzdə heç olmasa bir dəfə mütəə eləyin ki, o bizi əti sındırasınız. Ha, Hacı Bəxtiyar, o adı çəkim, mənə nə yazırsalar, sənlə bir yerdə yazsın. Cəhənnəmə gedən yoldaşını çox axtarıraq. Bid'əti sındırın, o qədər müqəddəs də olsa. Biz ona görə eləyirik, yox. Və bizim əlimizdə, qulaq as, Qur'an ayəsi ola-ola, bu qədər hədislər ola-ola, bu qədər, hətta Ömərin özü deyir ki, Əbu Bəkir və mənim xilafətimin əvvəlində mut'iyə əməl olundu və büyünləri Buxari, Tirmizi, Müslim, Həmbəl, o birisi, bu birisi, onların adı Xamirzə yaxşı bilir. Hətta Əbu Hüreyrənin özü də deyir ki, bəli, Quranda da ayə var və Peyğəmbər də Xulafai Raşidin də buna əməl eləmişdi. Və nə oldu, qadağan oldu, pişik asqırıb. Tutaq o pişiyi, tapaq görək, niyə krip olub asqırıb, buna nə verib asqırdıblar bunu, olur axı, ha? Alergiyası nədən? Ay sağ ol, alergiyası var. Pəs bunların nəyəsə alergiyası var. Həqiqi İslam alergiyası var. Biz bu qədər vasitə ilə bu Qur'anın ayəsini və belə hədisləri və belə Peyğəmbər və imamların elədici əməlin büyünləri cəmiyyətdə zina eləyirlər, adın mücahidət qoyurlar, amma bu şəri işin adını nə qoyurlar? Zina qoyurlar. Niyə sübut eləyə bilmirik? O xanımın savabı Allah yanında çoxdur. Düz olmasa qiyamətdə görəcəksiniz məni necə atırlar cəhənnəmə. Mənlə nə qədər zarafat eləyir, siz eləyin, eybi yox. Mən həyasızım oğluyam.